Salam, hörmətli izləyicilərimiz. Bugün biz dünyada baş verən təbii fəlakətlərə, təbii hadisələrə elmi, dünyəvi və dini baxış sarıdan münasibətimizi bildirəcəyik. Dini yöndən bu məsələlərin səbəblərini analiz etməyə çalışacağıq və eyni zamanda dünyəvi səbəbdən. Bildiyiniz kimi, son dönəmlərdə əsasən İslam coğrafiyasında bəzi müsəlman ölkələrində, qardaş Türkiyədə daxil olmaqla təbii fəlakət, yəni zəlzələ baş verdi və kütləvi şəkildə insan tələfatları oldu. Əvvəla bu hadisə zəminində həyatını itirən bütün insanlara Allahdan rəhmət diləyirik və yaralılara şəfa diləyirik, yaxınlarına da Allahdan səbr arzu edirik. Sonra onu bildirmək istərdim ki, bu təbii fəlakətləri müxtəlif yöndən analiz edirlər. Elm adamları təbii ki, bu zəlzələləri, təbii fəlakətlərin, təbii hadisələrin baş verməsini təbii cəhətdən analiz edirlər və elm adamları isə elmi tərəfdən analiz etməyə çalışırlar. Din xadimləri isə dini tərəfdən bunu əsaslandırmağa cəhd edirlər. Bəzən bu məsələləri ancaq qəza və qədər məsələsinə bağlayır əksəriyyət ki, bu ancaq Allahın işidir, yəni bu hadisələri Allah edir, günahsız insanların ölümünə bais olur. Bəziləri isə qeyd etdiyim kimi bunu deyək ki, siyasi yöndən, dünyəvi, ictimai baxış sarıdan analiz edərək bunu deyək ki, tikinti şirkətlərinin və yaxud da ki, həmin o binaların layihəsini çəkənlərin günahkar olduğunu qeyd edirlər. İlk öncə mən burada bir ilahiyyatçı olaraq bunu məsələyə dini tərəfdən münasibət bildirim, ondan sonra isə keçərəm ikinci tərəflərinə. İlahi təqdir deyilən, qəza və qədər deyilən anlam var. Təbii ki, bu əsasən İslam dinində, ilahi dinlərdə bu qeyd olunur. Yəni, dünya yaranan bir gündən bunun bir son müddəti, yəni bir qədəri var, bir meyarı var, bir sonu var. Bu şübhəsiz bütün canlı varlıqlara aiddir. Quran-ı Kərimdə Allah buyurur ki, "Kullu men aleyhə fən və yabqa vəchu rabbika zülcəlali vəl ikram." Bütün yaranmışlar fanidir, yalnız Allahın vəci baqidir. O baxımdan isə Quran-ı Kərimdə insanların hətta öldükdən sonra dirilərək cənnət və cəhənnəmə bölünəcəkləri, imtahan olunacaqları qeyd olunur. Və həmçinin dünyada baş verən bu kimi təbii fəlakətlər iki səbəbdən əsasən baş verir. Birincisi, Allahın imtihanı hikməti baxımından olur ki, Allah insanları sınağa çəkir, imtihan edir təbii fəlakətlərlə, zəlzələlərlə, tufanla və s. başqa deyək ki, hadisələrlə. İkinci məsələ isə ondan ibarətdir ki, Allah müəyyən bir qövmü, günahkar bir tayfanı, günahkar bir xalqı cəzalandırmaq üçün son, deyək ki, bir qərar olaraq artıq bu təbii fəlakətlərlə onları cəzalandırır. Bu, qeyd etdiyim məsələlərə dair Quran-ı Kərimdə kifayət qədər dəlil sübutlar var, ayələr var. Əvvəllər yaşamış bu dünyəvi tarixdə də öz təsdiqini, əksini tapan deyək ki, qövmlər olmuşdur. Lut qövmü, Səmud qövmü, Ad qövmü, Əshab-ı Rəs, Firon qövmü və s. Yəni bunların azğınlığa yol verərək, Sədum əhalisi ki, bu artıq dünyəvi tarixdə də məlumdur ki, homoseksualizm və zinakarlıq o dərəcədə son həddə çatmışdır ki, hətta onlara göndərilmiş peyğəmbərlərinə belə təcavüz etməyə cəhd etmişdir. Və artıq bundan sonra Allah deyək ki, bütün höccətləri tamamladıqdan sonra həmin qövmü ya yerə batırmışdır, ya müxtəlif tufanlarla, müxtəlif təbii fəlakətlərlə onları məhv etmişdir. Bu, dini cəhətdən insanların bir azmış bir qövmün cəzalandırılması baxımındandır. Birinci məsələni qeyd etdik ki, bu Allahın hikmətidir və sınaqlardır. Yəni, hikmət deyilən bir məsələyə dayanır İslamda müəyyən mövqelər, müəyyən hökmlər, müəyyən qərarlar ki, bir var zahiri baxışdan bir məsələyə qiymət vermək ki, bu hadisə baş verdi, təbii ki, bunun hüquqi qiyməti var, siyasi qiyməti var. Bir də var onun alt qatı, batini tərəfi, onun mahiyyəti, əsl mahiyyəti, hadisələrin baş verməsi.
Şübhəsiz ki, təbii fəlakətlər də insanların, bəşəriyyətin əlində olmadığı bir şeylər olduğuna görə, bunun ilahi hikməti də bilavasitə Allaha aiddir. Yəni, elə məsələlər var ki, bugün elm adamları da etiraf edir ki, elm onu açıqlaya bilmir, elm onun qarşısında acizdir. Bir çox xəstəliklər var, bir çox problemlər var ki, bunları alimlər belə deyək ki, onun bir çarəsini tapa bilmir, onun vaksinini tapa bilmir və yaxud da ki, onun nədən baş verdiyini, nədən qaynaqlandığını deməli, tapa bilmirlər. Bax, bu prizmadan yanaşdıqda da bunun bir ilahi hikmətə dayandığını biz görürük. Necə ki, bununla bağlı deyək ki, dinlə məşğul olan inanclı insanlarımız bilirlər, Quran-ı Kərim oxuyanlar bilirlər ki, Həzrəti Musa Peyğəmbərlə Həzrəti Xızır əleyhissalamın arasında keçən bir diyaloq Quran-ı Kərimdə bəhs olunur. Allah orada bir əhvalat, onların rastlaşdığı bir əhvalatı qeyd edərək, hər kəsin anlaması naminə, hər kəsin başa düşməsi naminə bir fəlsəfi qəliz dildə yox, onu bir asan dildə, asan təbirlərlə, deyək ki, bir qissə ilə, bir hadisə ilə hekayət nəql edərək açıqlayır ki, o fəlsəfəni, o mahiyyəti bütün insanlar başa düşsünlər. Bilənlər bilir, orada Musa Peyğəmbərlə Həzrəti Xızırın bir yol yolculuğu baş verir. Bu, bəzi mənbələrə görə hətta Xəzər dənizində olur. Hətta bəzi şəxslər Xızır adının da Xəzər sözündən eyliyini ispat etməyə çalışırlar. Burada 3 hadisə baş verir. Yəni, Musa Peyğəmbərə Həzrəti Xızır deyir ki, sən mənə heç bir sual vermə, mənimlə qarşılaşdığım məsələlərlə bağlı. Şübhəsiz ki, Həzrəti Musa da Peyğəmbər idi, ancaq Musa Peyğəmbər hadisələrin zahiri tərəfini görürdü və narahat olurdu, onun soruşurdu, sual verirdi. Və Xızır Peyğəmbərlə onlar şərtləşmişdilər ki, sən qarşılaşdığın məsələlərdən dolayı mənə sual vermə. Və dəniz səfərinə çıxdılar. Bu səfər zamanı Xızır Peyğəmbər bir öz səfər etdikləri gəmini deşdi. Yəni, onu deşdi və gəmi su doldu. Musa Peyğəmbər səbrini tuta bilmədi və ona sual etdi. Xızır əleyhissalam dedi ki, axı mən sənə dedim, mənə sual vermə. Çünki Musa Peyğəmbər onun hikmətini bilmirdi, onun alt qatını, batinini, mahiyyətini bilmirdi. Zahiri qiymət verirdi ki, axı bu düz iş görmədi, bu hansısa kiməsə məxsus olan bir gəmini deşdi. Bir qədər gedəndən sonra bir uçuq hasara rast gəldilər. Ayaq saxladı Xızır Peyğəmbər, o uçmuş, dağılmış viranə hasarı başladı, təmir etdi, bərpa etdi, başa çatdırdı və yenə Musa Peyğəmbər səbr etmədi, soruşdu. Xızır Peyğəmbər ona yenidən xəbərdarlıq etdi ki, mən sənə dedim, bu şeylər sənə aid deyil, bu hikmət mənə verilibdir, onun səbəbini mən bilirəm. Və yenidən davam etdilər və bir azyaşlı bir uşağa Xızır Peyğəmbər onu qətlə yetirdi. Və Musa Peyğəmbər tamamilə səbir kasası daşdı və ona açıq-aşkar irat bildirdi ki, sən günahsız bir insanı nə üçün öldürdün? Və Xızır Peyğəmbər orada Musa əleyhissalama bildirdi ki, artıq sənlə mənim yollarımız ayrılmalıdır. Mən bunu bir ibrət olaraq sənin şahidliyinlə icra etdim bu məsələləri ki, ilahi hikmətin mahiyyətini sən dərk edəsən, amma sənin missiyan başqadır, insanları müşriklikdən, tuğyandan, zülmdən çəkindirməkdir. Sənə Peyğəmbərlik missiyası bu amalla verilib, amma mənim missiyam tamam başqadır. Ona görə yəni, bu məsələlərin mahiyyətini sən biləsən deyə, mən sənin şahidliyinlə və o məsələlərin alt qatının mahiyyətini orada Allah Teala Quran-ı Kərimdə açır. Və o ondan ibarətdir ki, həmin uşaq böyüyüb, böyük bir tuğyancı, zalim bir hökmdar olacaqdı və öz qardaşlarına, öz yaxınlarına zülm edəcəkdi və kafir olaraq dünyadan gedəcəkdi. Amma o artıq uşaq yaşında həyatdan köçdüyünə görə günahsız Allah istədi ki, onu dünyadan aparsın və yer üzündə bir növ müəyyən bir fəsadın qarşısını alsın. Və o hasarı da ona görə bərpa etdi ki, o hasarın altında yetim qardaşlara aid xəzinə vardı, ata-babalarından qalma, deyək ki, saxlanmış hansısa bir xəzinə vardı və onu Xızır Peyğəmbər bərpa etdi ki, onu kimlərsə gəlib, tapıb, o övladlar böyüməmiş, gəlib oranı, deyək ki, tapmamış öz, deyək ki, vərəsəliklərinə yetişməmiş, kimlərsə gəlib o xəzinəni oradan çıxardıb aparmasınlar. Və yəni bu məsələ ondan ibarətdir ki, əvvəldə qeyd etdiyim bu ilahi hikmət məsələsinə görə, məsələn, bu baş verən zəlzələlər ilahi hikmətə dayanır ilk öncə. Əgər bunu elm aça bilmirsə, elm buna qiymət verə bilmirsə, elm bunun baş vermə səbəblərini bilə bilmirsə, təbii ki, bunun coğrafi, elmi tərəfdən müəyyən yozumları
var, geoloqlar tərəfindən, digər mütəxəssislər tərəfindən ki, yeraltı müəyyən süxurlarda, müəyyən yeraltı kanallarda, yeraltı hansısa bir hadisələrin baş verməsi coğrafi cəhətdən bu hadisələr nəticədə zəlzələyə gətirib çıxarır. Şübhəsiz ki, bunun deyək ki, elmi tərəfidir. Ancaq o hadisələr niyə baş verir? Allah yer üzünü yaradıb ki, insanlar rahat yaşasınlar. Bəs onda bu hadisələr nə üçün baş verir? Bunu elə nizam yaratmaq olmazdımı ki, bu zəlzələlər baş verməsin? Elm artıq buna cavab verə bilmir. Demək, Allah özü bilərəkdən onu o cür yaradıb ki, lazım gələndə, məsələn, o hadisələrlə insanlara bir ibrət versin. Şübhəsiz ki, Allah qadirdir və hikmət sahibidir, elm sahibidir. Allahın bildiyini bəşəriyyət, insanlar, alimlər hansı məqama yetişsə də belə bilə bilməzlər. Ancaq bir məsələ də var ki, bu məsələləri tamamilə qədərin üstünə atmaq da olmaz. Yəni, hər bir baş verən təbii fəlakəti, təbii hadisəni Allahın üstünə atmaq olmaz. Məsələn, bizdə də çox ənənəvi bir fikirlər formalaşıb insanların, əsasən bu xurafat çərçivəsində. Bir avtoqəza baş verir, insanlar gedir, tələf olur və yaxud da hansısa bir faciə baş verir, o dəqiqə deyirlər ki, bu alnına bu yazılmışdı, bu alın yazısıdır, onun alnına bu yazılmışdı. Bu doğru bir məsələ deyil. İslam dinində alın yazısı mütləq qədər yazıya pozu yoxdur. Bax, belə bir sözlər işlənir bizdə. Bu, bizim dinimizə xas məsələlər deyil. Bu, cəbiriyyə deyilən bir İslamda bir xurafat, təriqət vardı. Orta əsrlərdə bu, siyasi cəhətdən bu yaradılmışdı ki, xəlifələr, zalim hökümdarlar qətlə yetirdikləri, törətdikləri cinayətləri Allahın boynuna atmaqdan ötürü cəbiriyyə, məcbur sözündəndir. Yəni, bu cür izah edirdilər ki, insan məcburdur bu işləri görmək. Biz məcburuq. Biz əgər insanları öldürürüksə, həbs ediriksə, tuturuqsa, asırıqsa, bunu Allah edir, sadəcə bizim əlimizdən edir. Hətta Yezidin məlum Kərbəla hadisəsində İmam Hüseyin əleyhissalamı və onun tərəfdarlarını şəhid etməsini belə sonraki bax bu cür cəbəriyyəçilər ilahi təqdirin boynuna atırdılar. Bir növü Allahı böhtanlamaq kimi ki, Allah özü sanki nəuzubillah zalimdir, zülm edir, keyfi istədiyini edir. Yəni Allaha da bu cür sifətlər şamil edirdilər. Amma şübhəsiz ki, Allah üçün bir hüdudlar olmasa da belə, Allahın özünün varlığı da ədalət prinsiplərinə əsaslanır. Yəni, Allah özü dünyanı, bəşəriyyəti, yer üzünü ədalətlə idarə edəcəyini deyir və ədalətin bərpası üçün xəlq etmişdir, yaratmışdır. Allah zalim Allah yox, Allah adil Allahdır. Və bu, Quran-ı Kərimdə də, bütün səmavi kitablarda da qeyd olunur. Quran-ı Kərim Allahın 99 adlarından məhz Rəhman və Rəhim olan adı ilə başlayır. Yəni, mərhəmət sahibi. Şübhəsiz ki, Allah eyni zamanda qəzəb sahibidir. Allahın qəzəb adları da var. Ancaq o, müxtəlif hədis-i qüdsilərdə də buyurur ki, Allahın rəhməti qəzəbini üstələmişdir. Onun bir çox səbəbləri var. O səbəblərdən biri də hətta cəhənnəmin 7 hissədən ibarət olub, cənnətin 8 hissədən ibarət olmasıdır ki, bu da Allahın mərhəmətinin bir təzahürüdür ki, Allah bağışlamağa daha çox meyillidir. Hətta bəzi hədislərdə buyurulur ki, bir insan günah edərkən 8 saat onun sağ çiynində və sol çiynində olan mələklər gözləyir, deyək ki, fasilə verir ki, o insan bəlkə bu 8 saat ərzində öz günahından tövbə etdi, bəlkə yoluna qayıtdı və o baxımdan da 2 namaz arası 8 saatdan az bir vaxta təvafüq edir. İslamda ümumiyyətlə, İslam fəlsəfəsinə görə təsadüf deyilən bir şey yoxdur. Yəni, bəziləri də bu məsələləri, zəlzələləri, təbii fəlakətləri təsadüf adlandırırlar ki, bu təsadüfi hadisələrdir. İslam dinində təsadüf deyilən bir məsələ yoxdur. Yəni, hər şey təvafüqə, müvafiqliyə əsaslanır. O, bizə təsadüf kimi gələ bilər ki, bir yarpaq göydən düşdü, o sağ tərəfə düşmədi, külək nəticəsində getdi, sol tərəfə düşdü. Heç də bu, zahiri baxımdan təsadüf kimi görülsə də, bu məsələlər təsadüf deyil. Bayaq mən qeyd etdiyim Musa Peyğəmbərlə Xızır Peyğəmbərin arasında keçən o hadisələr, o kimi hadisələrin mahiyyəti artıq bizə əsas verir ki, baş vermiş bu hadisələr də, təbii fəlakətlər də ilahi hikmətə dayanır. İlahi zülmə yox, ilahi hikmətə dayanır. Çünki Allah zülm etməz. Müxtəlif suallar ünvanlanır ki, məsələn, Türkiyədə insanlar müsəlmanıdır, Allaha ibadət edən insanlardır və digər müsəlman ölkələrində. Axı, nə üçün Allah onları, əgər Allah edirsə bu zəlzələləri, nə üçün onlar, deyək ki, bu hadisələr zamanı həlak oldular? Bunun şübhəsiz ki, bir obyektiv və subyektiv araşdırmalar nəticəsində bunun bir
müvafiq cavabları var. Şübhəsiz ki, insanları da naümid və nagüman qoymaq olmaz. İnsanlara da həm elmi, həm dini cəhətdən bu məsələləri anlatmaq lazımdır, başa salmaq lazımdır ki, insanlar bunun mahiyyətini anlasınlar. Müəyyən bir qism mən əvvəldə qeyd etdim bu hadisələrin baş verməsini, ancaq ilahi qədər dediyim kimi Allahın məsələn hər bir şeyi baş verən yer üzündə bütün hadisələri ancaq Allahın idarə etdiyini və insanın da ancaq robotla kimi funksiya daşıdığını qeyd etsək biz yanılmış olarıq. Ona görə insanı Allah faili muxtar yaradıb, ixtiyar sahibi yaradıb. Şübhəsiz ki, Allah yaradıb. Bəzi xristiyan təriqətlərində deyildiyi kimi yaradıb, xəlq edib, kənara da çəkilməyib. Yəni Allah eyni zamanda nəzarət edir, idarə edir. Ancaq insanları robot kimi, putla işləyən bir cihaz kimi də yaratmayıb ki, ancaq Allahın özünün göstərdiyi istiqamətə getsinlər. Xeyr. Allah insanları ixtiyar sahibi. Hətta bəziləri deyir ki, insanın ömür müddəti də yazılıb Allah tərəfindən ki, 60 il, 70 il, 80 il bu yaşamalıdır, ondan sonra hökmən ölməlidir. Xeyr, belə bir şey yoxdur. Şübhəsiz ki, əcəl də qədər kimi dəyişəndir insanların əməllərinə görə, yaşamaq tərzlərinə görə, həmçinin yaşadıkları mühitə görə insanların ömrü qısalıb və uzana bilər. Şübhəsiz ki, havası, təbiəti, mühiti normal olan bir şəraitdə, bir ölkədə, bir şəhərdə yaşayan insan çox yaşaya bilər. Şübhəsiz ki, ağır vəziyyətdə, sosial durumu acınacaqlı durumda olan xəstəliklər içində çarəsiz qalan insan da şübhəsiz ki, az yaşayacaq. Bunu Allahın üstünə atmaq, qeyd etdiyim kimi, artıq o zalim hakimlərin və zalim o təsirlərdə yaşamış bəzi, deyək ki, o siyasi rəhbərlərin təşviqi sayəsində bəzi dırnaqarası üləmaların, alimlərin yaradıb ortaya atdığı məhzəblərin və təriqətlərin dedikləridir. Və bu heç də doğru deyil. Ancaq bu baş verən hadisələrdə şübhəsiz ki, zahiri baxışdan biz baxsaq, demək olar ki, əksər məsələlərdə günahkar yenə də insandır. Məsələn, Peyğəmbərdən nəql olunan hədislərin bir çoxunda deyilir ki, yüksək binaların tikilməsi qiyamətin əlamətlərindən biridir. Bu hadisələr zəminində bir qədər əvvəl siz gördünüz ki, Kəbə evinin yaxınlığında uca bir saat qülləsi tikilmişdi və onu ildırım vurdu. Və yaxud İsa Peyğəmbərin heykəlini, dünyanın 7 möcüzəsindən biri hesab olunan İsa Peyğəmbərin heykəlini şimşək vurdu. Yəni, təbii ki, bəziləri bunu zahiri tərəfdən təbii bir, təsadüfi bir hadisə kimi qeyd edə bilərlər, amma mən dedim, təsadüf yoxdur, hər bir şey səbəbə, mahiyyətə əsaslanır. Ona görə də həmin o baxımdan bu kimi hadisələrin baş verməsi bir növ insanlara bir Allahın mesajıdır. Ki, Kəbə evində əgər Allah istəsəydi, o Kəbəni Məkkə şəhərində uca dağlar da var, elə qərar verərdi Həzrət İbrahim, o Kəbə evini bir hündür yerdə, uca bir yerdə qərar verərdi. Şübhəsiz ki, o onu orada qərar vermədi, ancaq insan isə öz yolundan çıxaraq o Kəbə evinin yaxınlığında deyək ki, hündür bir saat qülləsi tikdi və onun da başında şeytanın buynuzlarını rəmz olaraq təyin etdi. Və bu baxımdan Allahın müəyyən, deyək ki, ilahi mesajları var ki, bax, bu insanlara sanki ayılmağı, özünə gəlməyi təlqin edir. Və məsələn, bugün adi misal üçün, deyək ki, Türkiyədə baş verən hadisələrdə artıq bir neçə nəfər həbs olunubdur o binaların tikilməsində yol verdikləri nöqsanlara görə və bu, deyək ki, sanki bir mesaj da ola bilər ki, Allah tərəfindən vaxtında bu işi dərk edib, mütəxəssislər, deyək ki, məsul şəxslər vaxtında bununla bağlı ailsinlər və tədbir görsünlər. Çünki Həzrət Əli əleyhissalamın bir sözü var, deyir ki, başınıza gəlmədən başa düşməyə çalışın. Yəni, deyək ki, bir uşağa, bir bilməyən insana deyirsən ki, bu şey isti sobaya, yəni əlini vurma, bir dəfə deyirsən, 5 dəfə deyirsən, görürsən, o başa düşmür. Axır ki, gedir, əlini, parmağını ora toxundurur, yanandan sonra artıq onun başına gəlir bu hadisə və ömür boyu o isti, deyək ki, ocağa, isti sobaya yaxın getmir. Bax, bu baxımdan sanki artıq biz görürük bu hadisələrin zəminində müxtəlif insanlar məsuliyyətə cəlb olunur, orada məlum olur ki, o tikilişlərdə nöqsanlara yol veriblər və insan birinci öz işini ehtiyatlı tutmalıdır, ondan sonra Allaha bel bağlamalıdır. Məsələn, hədislərdə qeyd olunur ki, bir nəfər Həzrət Peyğəmbər əleyhissalamın yanına gəlmişdi. O Peyğəmbər gördü ki, o dəvə ilə gəlib, onun görüşünə daxil olarkən Peyğəmbər buyurdu ki,
Dəvəni neylədin? Dedi ki, elə açıq qoydum çöldə. Dedi, axı o qaçar. Dedi, yox, mən Allaha təvəkkül etmişəm, Allaha. Peyğəmbər ona dedi ki, xeyr, get sən dəvəni bağla, ondan sonra Allaha ümid bağla. Və yaxud Həzrət Peyğəmbər bir uçuq hasarın yaxınlığında əyləşmişdi və birdən o hasar sirkələndi. Peyğəmbər dərhal onun hasarın kənarından qalxaraq uzaqlaşdı. Və ona əshabələr sual verir ki, ya Rasulallah, sən Allahın qədərindən mi qaçırsan? Peyğəmbər onlara izah etdi ki, mən bir qədərdən başqa bir qədərə sığınıram. Yəni, Allahın qədəri, bax, bu hadisədə eyni zamanda sübut edir ki, bax, bu kimi məsələlər mütləq qədər deyil. Yəni ki, Allahın, deyək ki, dogmatik bir prizmadan yanaşsaq, yəni bu baxımdan dogma, hökmən, yəni bu hadisə baş verməlidir, baş verəcək. Bu cür deyil İslam dinində. İnsanların yaşam tərzinə, həyat və davranışlarına uyğun olaraq da Allahın qədəri dəyişir. Aristotelin bir məşhur sözü var. Buyurur ki, insan talihi su üzərində, axar su üzərində barmaqla yazılmış yazıya bənzəyir. Yəni, barmaqla yazılır. Şübhəsiz ki, alın yazısı deyiriksə, tutaq ki, bu cür müqayisə edək. Aristotelin dediyi sözdən yola çıxaraq ki, əgər o yazıdırsa belə, o qələmlə ya bir nəqqaşın daşa yazdığı bir yazı deyil ki, ömürlük qalsın orada. Bu su üzərinə barmaqla yazılmış bir yazıdır ki, o suyun məcrasının dəyişdiyi kimi insanın taleyi də dəyişir. Bax, bu baxımdan, yəni bu məsələləri nə konkret olaraq ilahi təqdirə bağlayıb Allahın üstünə atmaq olmaz, nə də ki, burada konkret olaraq insanları, cəmiyyəti, məsul şəxsləri bir mənalı şəkildə günahlandırmaq olmaz. Şübhəsiz ki, burada nisbiliklər var, nisbi məsələ var. Hikmət tərəfini, ilahi təqdir məsələsini o Xızırla Musa Peyğəmbərin hadisəsindəki kimi biz bilə bilmərik ki, Allah kimlərisə istəyib, iradə edib ki, onları cavan yaşında, gənc yaşında həyatdan aparsın və onların da qiyamət günü mükafatlarını versin. Bu artıq bizim araşdıracağımız məsələ deyil. Bu Allahın elminə aid olan bir məsələdir. Bunu nə dünyəvi alimlər, nə din alimləri bu məsələnin bir axır nöqtəsinə gelib çıxa bilməz. Necə ki, zəlzələlərin baş verməsini heç 3 dəqiqə, 5 dəqiqə əvvəlcədən də bilmək və müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, buna elmi iddialar var ki, hansısa suxurlardan əmələ gəlir, nədən əmələ gəlir. Və yaxud da ki, onun hansısa bir dövlətin, super gücün, deyək ki, yeraltı atom stansiyalarının və s. raketlərin nəticəsində törətdiyini, törətmədiyini biz 100% qarantiya verə bilmərik və onu da istisna edə bilmərik. Bu baxımdan insanların bu təbii fəlakətlər zamanı həyatını itirməsi məsələsini bir mənalı şəkildə yenə qeyd edirəm, ilahi təqdirə bağlamaq olmaz ki, bu ancaq qəza idi, bu qədər idi. Bu artıq o işdə məsuliyyət daşıyan insanların məsuliyyətdən yayındırılmasına xidmət edir və bu məsuliyyətdən sadəcə nəticə çıxartmaq lazımdır, ibrət almaq lazımdır. Həm ilahi təqdir baxımından ki, əgər bu Allahın mesajıdırsa, əgər bu Allahın qəzəbinin nəticəsidirsə, yenə də insanlar özünü düzəltməyə cəhd etməlidir. Bugün bilirsiniz, İslam aləmində də müxtəlif fəsadlar baş verir, məzhəb intriqaları, xarici anti-İslam qüvvələrə alətli edənlər, İran kimi bəzi rejimlərin, deyək ki, haqqa, ədalətə, müsəlmanlara qarşı etdikləri zülmlər və bu cür məsələlərin də şübhəsiz ki, nəticəsində Allahın da bir mesajı gəlir və sanki özünə etməsə də belə qonşusuna, başqasına bu ibrəti göndərir və bir dünyanın da, deyək ki, bu məsələlərdən ibrət götürməsini bulur. Axı, o günahsız insanların nə təqsiri vardır? Burada sual ortaya çıxır, yenə qeyd etdim. Əvvəla bu ilahi hikmətdir. Necə ki, Xızır Peyğəmbər o uşağı qətlə yetirdi və onun hikmətini də izah etdi ki, bu uşaq böyüyüb kafir olacaqdı, tüğyancı bir zalim hökmdar olacaqdı, insanlara zülm edəcəkdi və cəhənnəmə gedəcəkdi. Və bu gənc yaşında həyatını itirdiyinə görə artıq o günahsız olaraq bağışlanmış şəkildə cənnətə daxil oldu. Bax, bu baxımdan, yəni o zəlzələdə həlak olan, həyatını itirən insanların da qədərini və qəzasını bu cür biz izah edə bilərik. Qədər bir şeyin yazılmış formasıdır, qeyd etdim, bu qədər dəyişə də bilir. Məsələn, buyurur hədislərdə var ki, sədəqə vermək, gizli sədəqə vermək, qohumların evinə tez-tez gedib gəlmək insanın ömrünü uzadır. Zinakarlıq etmək, pis-pis işlərlə məşğul olmaq insanın ömrünü qısaldır. Əgər insan ömrü yazı idisə, ilahi təqdir idisə, axı insan dua etməklə, yaxşı işlər görməklə onun ömrü necə uzana bilərdi? Və yaxud pis işlər görməklə necə qısala bilərdi? Demək, artıq bu hədislər də sübut edir ki, insanların ömrünün uzanması, qısalması və həyatda qarşılaşdığı hadisələr də belə
onların əməlləri ilə ölçülür. Və bir çox hədislər var ki, insanlar bu günahlara düçar olduqca bu təbii fəlakətlər baş verər Peyğəmbərin. Görürük ki, bugün analiz edəndə həmin məsələlər də təsdiqini tapır ki, insanlar hansısa günahları edir, Allah da onlara sanki bir mesaj göndərir, sanki bir xəbərdarlıq edir ki, sizi tamamilə məhv edərəm və bu yollarınızdan çəkinin. Bu baxımdan əsasən bu binaların tikilməsi, hündür binaların tikilməsi ki, bu İslam nəzərindən xoş görülməyən bir məsələlərdir. Bunun da yenə hikməti də var, şübhəsiz ki, bunun elmi yönləri də var. Bunu elə alimlər də deyir. Vaxt vardı ki, Azərbaycanda 5 mərtəbədən, 9 mərtəbədən yüksək binaların tikilməsinə yol verilmirdi və o coğrafi ərazilərdə bunun gəlverişli olmadığı qeyd olurdu. Ancaq bugün çox yüksək mərtəbəli binalar tikilir. Şübhəsiz ki, yer qabığı dəyişmədi, ya təbiət dəyişmədi, yer kürəsində bir dəyişiklik olmadı, nə də bu tikinti materiallarında yüksək bir nailiyyət əldə olunmadı ki, biz indi 40 mərtəbəli, 25 mərtəbəli binalar tikirik. Ona görə deməli, burada bir çox binaların tikintisində o məsul şəxslər də məsuliyyət daşıyır. İnsanlar ayıq olmalıdır. İnsanlar gedib ev alarkən, gedib yaşayarkən özlərini təhlükəyə atmamalıdır. Quran-ı Kərimdə olan bir ayə ilə söhbətimi yekunlaşdırıram. Buyurur ki, Allah Teala buyurur ki, özünüzü bilərək təhlükəyə atmayın. Yəni, insanın özünü öldürməsi haram olduğu kimi, özünü ölümə vəsilə olan təhlükələrə atması da haramdır. İnsanın həddindən artıq, deyək ki, xoş olmayan vərdişlərə qurşanması, məsələn, deyək ki, insanın həddindən artıq siqaret çəkməsi, əgər onun səhətinə bu zərər gətirib, axırı sonu ölümlə nəticələnə bilərsə, deməli, bunun özü də haramdır. O baxımdan insanın da Allah ağıl verib ki, sən bəli 20-ci, 30-cu mərtəbədə gedib ev alırsansa, artıq insan bunu düşünüb, özü qərar verməlidir. Və bilərəkdən insan özünü təhlükəyə atmamalıdır. Əgər xüsus da ki, bu mütəxəssislər, elm adamları o cür binaların tikilməsində məsuliyyət daşıdıqlarını dərk etməlidirlər və məsul şəxslər də buna çox ciddi şəkildə nəzarət etməlidir. Çünki yer kürəsini xaliqi, bəşəriyyətin yaradanı olan Allah əgər o hündür binaların tikilməsini xoş görmürsə, artıq insan burada düşünməlidir. Niyə xoş görmür? Çünki yeri yaradan Allahdır. Onu, o binaları saxlayıb saxlamayacağını da bilən Allahdır. O baxımdan xoş görmür ki, yəni Allah əvvəlcədən bilir ki, bu cür hadisələr törədəcək, zəlzələlər yaranacaq, tufanlar olacaq. Və ona görə də bu məsələləri, deyək ki, xoş görmür. Məsələn, bugün avtomobil istehsal olunur. Bax ki, onun instruksiyasında qeyd olunur ki, bu avtomobil filan qədər yük götürə bilər. 5 tondan artıq bunu yükləmək olmaz. Artıq sən 5 ton yox, 6 ton yüklüyürsənsə, o maşın sıradan çıxırsa, burada artıq məsuliyyət günah səninkidir. O baxımdan yer kürəsini, bəşəriyyəti yaradan Allah da əgər bu cür ağırlıqların orada durmasını rəva görmürsə, insan burada düşünməlidir. Əgər onu tikənlər də tamah ucbatından, pul ucbatından bunu tikirsə, yenə də orada artıq o evin mənzili alanlar düşünməlidirlər. Təsəvvür edin ki, həmin dünyasını dəyişən insanlar o hündür binalarda yox, deyək ki, bir mərtəbəli, keyfiyyətli evlərdə yaşasaydılar, orada bəlkə də dünyasını dəyişən insan olmalı. O baxımdan, yəni bu məsələləri də sırf, deyək ki, qeyd etdiyim kimi ilahi təqdirə bağlamaq olmaz və eyni zamanda da tamamilə bunu ilahi təqdiri, təbii fəlakətləri tamamilə görməzdən gəlib, ancaq bunu kimlərinsə, deyək ki, üstünə atmağa da çalışmaq düzgün deyil. Bu hadisələrdən şübhəsiz ki, müxtəlif siyasətçilər, müxtəlif siyasət adamları, deyək ki, maraq güdənlər öz ambisiyaları naminə qarşı tərəfi, rəqiblərini, deyək ki, pərişan etməkdən ötürü adətən istifadə edirlər. Təbii ki, təbii fəlakətləri də bir əldə nəsə bir əsas tutaraq, ancaq mən hesab edirəm ki, bu cür məsələlər, bu cür fəlakətlər, o cür iddialarda, siyasi məsələlərdə bir vasitə kimi, bir alət kimi istifadə oluna bilməz, bu doğru deyil. Adi məsələn gördük Türkiyədə, qardaş Türkiyədə baş verən bu fəlakətdən dolayı, hətta Türkiyəyə düşmən olan dövlətlər belə bu məsələdə Türkiyəyə baş sağlığı verdilər və deyək ki, öz yardımlarını əsirgəmədilər. Bax, bu nəzərdən də deməli o daxildəki olan insanlar da, rəsmilər də o məsələləri deyək ki, obyektiv yanaşmalıdırlar və obyektiv qiymətləndirməlidirlər. Hər bir halda insan özünü təhlükəyə atmamalıdır. İslam dininə görə, ümumiyyətlə ilahi təqdirə görə də olsa belə, insan özünü təhlükəyə atmamalıdır.
Bax, bu baxımdan təbii fəlakətlərin baş verməsi də təbiidir. Bunu da bu cür qəbul etmək lazımdır. Ona görə də o hadisələrin baş verməsinin labüdlüyünü insan dərk etməlidir. Və son olaraq bu hadisələrdə yenə təkrar edirəm, həyatını itirənlərə Allahdan bir daha rəhmət diləyirəm və yaralılara Allahdan şəfa diləyirəm. Bütün bu fəlakətdə zərər çəkmişlərə Allah səbir versin. Sağ olun.